Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər. Hesabat yığıncağı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr edilən film nümayiş etdirilib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hesabat məruzəsində bildirib ki, Sumqayıt sürətlə inkişaf edərək regionun ikinci böyük sənaye mərkəzinə çevrilmişdi. Hazırda şəhərdə onlarla kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materiallarının istehsalı müəssisələri fəaliyyət göstərir. Şəhər İcra Hakimiyyətinin başçısı hesabat dövrü ərzində görülmüş işlərlə yanaşı qarşıda duran vəzifələr və mövcud problemlərə də toxunub. Şəhərsalma və memarlıq ili çərçivəsində və baş plana uyğun olaraq şəhər ərazisində ötən əsrin 40-50-ci illərində tikilmiş şəhərin 4-cü, 15-ci, 16-cı, 17-ci, 20-ci və 21-ci məhəllələrdə eyni ilə inşaatçılar və kotec qəsəbə ərazilərində istismar müddəti başa çatmış, yararsız yaşayış binalarının və qəzalı yataqxanaların sökülməsi və orada yaşayan sakinlərin yeni təmirli mənzil sahəsi ilə təmin olunması nəzərdə tutulur. Sonra rəsmi qonaqlar çıxış edərək hesabat məruzəsi ətrafında fikirlərini bölüşüblər. Sonda hesabat yığıncağının iştirakçıları adından Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib. Müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.